hər vaxtınız xeyirli olsun, sabahınız xeyirli olsun əziz və gözəl analarımız. Ana-bala verilişində sizinlə birlikdəyik və bugün biz uşaqları yay günlərində, yay aylarında nələrdən qorumalıyıq, belə bir mövzuya toxunacağıq və bu mövzunu gözəl analarımızla müzakirə edəcəyik bugün. Xoş gəlmişsiniz hər biriniz və bugün biz danışacağıq, dediyim kimi, yay ayında uşaqları hansı təhlükə gözləyə bilər? Təhlükə deməyək, yəni hansı bir narahatlıqlar ola bilər? Yəni ki, biz burada hansı tədbirləri görməliyik? Bax, yayda birinci növbədə ən birinci nə baş verir? Tətil başlayır, gəzintilər başlayır, harasa gedilir, düzdürmü? Düşərgələrə gedilə bilər və hətta indi biz burada həmişə mən efirdə bizi izləyənləri də ünvanlayıram bu sözümü ki, yəni uşaq deyirik, hələ bu yaşlı uşaqlardan söhbət getmir. Yəni 18 yaşına qədər də uşaqdır və yeniyetmə uşaqlar da var, sərbəst valideynsiz düşərgələrdə gedilər, iştirak edirlər, düzdür, orada da nəzarət olur, amma onların özlərinin də məlumatlı olması lazımdır bir çox şeylərdən. O məlumatı da əlbəttə valideyn evdə verməlidir. Məktəbdə də müəllimlər verməlidir və özləri də məlumatlı olmalıdırlar ki, bu təhlükələr baş verməsin. Və biz bu təbiətdə olarkən, havada olarkən baş verə biləcək hadisələrdən danışacağıq. Məsələn, deyək ki, günəşin altında çox qaldı. İsti günlərdir, düzdürmü? Yaydır, günəş var. Birinci növbədə günəşi görürük. Yay günəş deməkdir. Günəş isə açıq, günəş altında açıq başla qalmaq, uzun müddət qalmaq nə ola bilər? Nə baş verə bilər? Gün vurma, isti vurma, düzdürmü? İndi mən sizdən soruşmaq istəyirəm ki, bax, gün vurma olmasın deyə nə etməliyik və yaxud gün vurma oldu, nə etməliyik? Nə kimi biləcəksiniz ki, uşağı gün vurub? İndi biz bunların detallarına da baxacağıq ki, yəni gün vurma nədir, isti vurma nədir? Mikrofon sonada, buyur. Gün vurmasın deyə, yəqin ki, birinci növbədə günün ən belə pik vaxtında uşağı çölə buraxmırıq. Bəli, birinci növbədə bu. Çölə çıxsın, bəli, bu da saat nə 11-ə zamandır? qədər səhər. Bu nə zamandır? Səhər 11-ə qədər yəqin. Saat neçə? 12, bəli. Saat kimi. 12 kimi yox, elə 12 ən günəşin zenitdə olduğu bir vaxtdır. 12-dən 3-ə qədər, 4-ə qədər, bəli, günəş şüaları düz perpendikulyar düşür və birbaşa başımızın üstünə düşür, belə deyə, yəni bizdən belə yan keçmir və burada ən isti, ən belə deyək, riskli bir vaxtdır. Bu zaman həm yanma dəridə çox ola bilər, həm də gün vurma ola bilər. Bax, bu gün vurma dediyimiz hadisə bilirsiniz nədir? Gün vurma üçün uşağın günün altında, birbaşa şüaların altında saatlarla qalmağına ehtiyac yoxdur. Bu 5 dəqiqənin içində də ola bilər, 3 dəqiqənin içində də ola bilər, an məsələsi də ola bilər. Gün vurdu. Və belə bir şey, yəni. Əvvəl cizgi filmlərinə göstərilir, günəşdən belə şüa çıxdı, başına vurdu və başladı gözün qabağında belə ulduzlar fırlanmağa. Həqiqətən də belə bir şey ola bilir. Yəni, uşaq günün altında qalır və birdən-birə halı pisləşə bilər, bayıla bilər, qusma ola bilər, güclü baş ağrısı ola bilər. Bu əlamət, məsələn, bayılma olmaya bilər, amma güclü baş ağrısı ola bilər, hər hansı biri. Və bu bədən temperaturu qalxır. Niyə baş verir? Çünki şüalar birbaşa beynimizə təsir edir. Birbaşa beynimizə. Yəni, beyin qızır. Onun altında beyin qızır. Ona görə də əgər, bax, bu günün ən isti vaxtında uşağı çölə göndərmir, bayra çıxartmışsınızsa, məcburi şəkildə, ay uşaq, get, qaça-qaça çörək al, gəl, məsələn, mütləq başına papaq olsun. Mütləq başına papaq olsun ki, ən azından bu papaq ağ olur da, hər halda yayın papaqları açıq rəngli olur, şüanı qaytarır və bu dövrdə onu qoruyur. Gün vurmanın təhlükəsi ciddi ola bilir. Yəni, uzun müddət gün vurmaya məruz qalma, yəni, çox, belə deyək də, ciddi bir haldır. Ancaq biz bunu yenə də uşaqlar nəzarət altındadırlarsa ki, biz onu həmin saatda küçədə oynamamalıdır, kölgədə qalmalıdır, kölgədə oynamalıdır ki, bu baş verməsin, belə nəzarətdə saxlaya bilərik. Və gün vurmadan sonra bir neçə gündə uşaqda qusma ola bilər, ishal ola bilər, sonra baş ağrı davam edə bilər, iştahsızlıq davam edə bilər, bir neçə gün hətta davam edə bilər. Bax, bunu bilin. Amma gün vurma ilə yanaşı, yay aylarına daha nə görə bilirik? Doktor, arı sancması belə. Aha. O, indi arı sancmasına toxunacağıq. Gün vurmadan başqa, yayın istisinə görə nə ola bilər? Bayaq dedim, isti vurma. İsti vurma. İsti vurma. Bax, isti vurma bu kölgədə də baş verə bilir. İsti vurma. İsti vurma artıq birbaşa günəş şüaları düşməsə də, uşaq sadəcə isti mühitdədir, hava istidir
kölgədədir, amma istidir orası. Yəni sadəcə günəş düşmür üstünə, hava istidir. Yəni nə bilim indi 40 dərəcə, 40 üzəri bilmirəm, yayda olur da hərarət 35-dən də yuxarı ola bilir də. Yəni bu artıq çox qızmar hava istidir də. Və yaxud da ki, elə bir yerdədir, ora havalanmır, bayır isti, içəri isti və sərinləşdirici heç bir şey yox. Bu zaman bədən yavaş-yavaş qızır, bədən temperaturası qalxır, o qan bədəndə dövranı pozulur. Burada da eyni əlamətləri görə bilirik. Yəni, uşaq bayılma halı ola bilər, halsızlaşma ola bilər, tərləyə bilmir, yəni o istidən artıq imkan tapır ki, bədən tərləyib soyuya bilsin. Ona görə yay aylarında o tərləmə uşağı isti vurmadan qoruyan bir şeydir. Uşağı deyəndə insanları. Ona görə yayda təriri soyuyuruq, tərləyəndə bədən soyuyur. Yəni, özünü istadır, belə deyək. Ona görə isti vurma olmasın deyə nə etməliyik, nə tədbir görməliyik ki, isti vurma baş verməsin. İndi bu həyətdədir, isti vaxtdır, bunu biz məcburuq həyətdə qalmışıq da. Burada olmasın deyə mikrofona. Aha. Tez-tez maye qəbul eləsin, su içsin. Tez-tez maye verməliyik, bəli. Çünki bədən buxarlanır, qan qatılaşır. Bəli, əl üzünü yusun, sərinləsin və sərin içkilər qəbul etsin, su qəbul etsin, daxildən də soyuma getsin. Və ancaq yəni sərin mühit olmalıdır. İndi deyək ki, uşaq isti vurdu, yəni həmin hal oldu. Parka aparıblar uşağı, düşərgədir, gəzintidir, başında da papaq var, amma oldu da isti vurdu uşağı, gün vurdu. Nə tədbir almalıdır yanındakılar, nə etməlidir? Siz məsələn öz uşağınıza belə öyrədə bilərsiniz ki, sənin yanındakı bir uşaq isti vursa, sən nə etməlisən? Nə öyrədəcəksiniz ona, nə deyəcəksiniz? Aha, mikrofona. Birinci növbədə sərin yerə çəkirik. Çünki isti davam eləyəcəksə, bu da davam eləyəcək, düzdür. Əgər biz onu sərin yerə çəkə bilmiriksə, o zaman su vururuq, sərinlədirik. Su belə yoxdursa yanımızda, neysə bir əlimizdə neysə varsa, dəsmalla havalandırırıq. Bəli. Amma su da mütləq olsun. Mütləq uşaqlarınıza deyim, yay günlərində özlərindən su gəzdirsinlər, yəni. Həmişə yanlarında su olsun, susuzluqdan qalmasın, susuz qalmasınlar. Yaxasını açmalıyıq, soyundurmalıyıq. Yəni, əgər ola bilər, bəlkə biraz da qapalı geyinibdir uşaq. Sonra uzandırıq, yerə uzadırıq, bayılma halı varsa, uzadırıq yerə, bəli. Və ondan sonra artıq yaş dəsmal alına qoymaq lazımdır, mütləq. Dəsmalı yaş alına qoymaq lazımdır. Alın, gicgahını, başı soyuduruq. Çünki o proses hamısı başla əlaqəli baş verir. Beynin elə bir qızması, beyin qan dövran pozulması və ona görə o qusma ki var, o ishal ki var, o isti vurmadan sonra beyinlə əlaqədardır. Bu da belə, yəni isti vurmada da, gün vurmada da bunları edəcəyik və sadəcə bunlardan indi qorunmalıyıq. Uşaq da nə qədər körpə olarsa, fərqi yoxdur, uşaq böyük, amma lap körpələrdə daha tez yəni biz o əlamətləri görə bilərik. Halsızlıq şəklində, baş ağrı, deyə bilməyəcək mənim başım ağrır, ağlayacaq, yemək yeməyəcək, halsız olacaq, bax belə. Və siz yayın günü də əlaqələndirə bilməyəcəksiniz nədən oldu bu. Amma bilin ki, bu isti vurmadan və gün vurmadan ola bilər. Belə və yay günlərində daha nə ola bilər? Yayda harasa planlaşdırırsınızmı getməyi? Mikrofon zəhmət olmazsa təmin. Rayona gedəcəksiniz, bəli. İndi rayonda gedəndə bir var öz evinizə gedəsiniz. Biləsiniz ki, bu bizim həyət bacadır, burada nə var, amma bir də var ki, biraz uzaq yerlərə gedəndə, varmı planınızda biraz uzaq yerə? Gedəndə, bax, özünüzlə nə götürəcəksiniz ora, sizin bu aptečkanızda nə olacaq təcili hal üçün? Nə baş verə bilər orada? Ağlınıza nə gəlir? Bizdə adətən elə hallarda mən mütləq allergik dərmanlar, anti-allergik dərmanlar götürürəm. Bəli. Çünki həşərat sancması, nə bilim, və yaxud hansısa qidadan, istidən allergiya olması kimi hallar. Yaxında xəstəxana olmaya bilər, həkim aptek olmaya bilər. Bəli. Allergiya əleyhinə dərmanlar, düzdür. Biz burada yığacağıq öz, necə deyilir, təcili yardım qutumuza lazım olanları deyək, bir allergiya əleyhinə dərmanlar qoyacağıq ora. Sonra məsələ mən adətən... Allergiya əleyhinə içmə dərman da ola bilər, qızlar, düzdür? Mərhəmlər də ola bilər. Çünki yerli olaraq bir sancısa nəsə, arı, nə bilim, indi həşəratda nəsə ola bilər, böyük şişsin yeri, qızarsın, düzdür? Hətta ağrılı ola bilər. Mütləq ona yerli olaraq bir allergiya əleyhinə apteklərdə soruşa bilərsiniz ki, nə vura bilərik? Yəni, var bu cür məhləmlər. İshal əleyhinə, bəli, indi mikrofona deyəcəksən, hə, buyur, de. İshal əleyhinə dərman. İshal əleyhinə, bəli. Deməli, bağırsa pozulması, yəni bu qidadan ola bilər. Getdiyiniz yerdə bulaq suyu içəcək uşaq. Bilin ki, təbiətdəki olan suda
həmişə ləmblə olur. Ləmblə. O bildiyimiz ləmblə deyil, qurtçuqdur. O qurt deyil, parazit. O təbiətdə həmişə var. Təbiətdə. Biz də bulaq su içmək istəyirdik. Əlbəttə ki, bu bulaq suyu da orada qaynadıb içə bilməyiz. Uşaq da içdi, əzini yudu, çayda girdi, çimdi və yaxud dənizə getdi, dənizə çimdi, bu getdi onun bağırsağına. Və bu ləmblə nə edir? Əsasən dənizdə də şirin su hövzələrində də olur, adi hovuzlarda da olur, düzdür. Amma biz onu bir bağırsağa düşəndən sonra bir infeksiya kimi qəbul edirik də. Düşdü çünki o orada aktivləşir və başlayır ishal verməyə. Uşaq selikli bayıra gedir, böyük bayır sulu gedir. Bu zaman mütləq nə verməlilik? İshal əleyhinə deyirsə, amma hansı, nə? Yəni hansı dedik ki, adını demirik. Sadəcə probiotik veririk. Ən azından özümüzlə probiotik götürəcəyik, ishal əleyhinə dərman götürəcəyik. Sonra, bax, qida zəhərlənməsi dedi təxmin anamız. Deməli, bəli, ola bilər, gedirsiniz, hansı bir restorandır, bilmirsiniz nə orada, hətta özünüzlə də yemək aparanda, bax, bu da var. Yay günlərində, buradan bizi izləyən tamaşaçılarımıza da onu qeyd edeyim ki, əzizanlar, sizdə nənələr yay günlərində düşərgələrə, gəzintilərə, bu pikniklərə gedərkən özünüzlə zülallı məhsullar götürməyin. Yəni yumurtadır, ətdir, pendirdir. Bunları çalışın götürməyəsiniz ki, çünki zülallı məhsullar isti havada tez xarab olur, yəni orada bakteriyalar tez orada artır, çoxalır və bu qida toksik infeksiyasına, qida zəhərlənməsinə gətirib çıxara bilər. Ona görə də ehtiyatlı olmalıyıq. Bir meyvə apara bilərsiniz. Yəni evdə olan bişinti, yəni bu keşir, niyatı və s. belə quru meyvələr apara bilərsiniz. Belə, yəni ki, gərək yoxdur. Çox belə kartof aparmaq olar, tərəvəzlər olar, xiyar, pomidor belə, amma zülallı məhsullar məsləhət deyil. Amma deyək ki, baş verdi. Hardasa bir restorana gidirsiniz. Ona görə uşağa biz özümüzdə hər ehtimal zəhərlənmə ehtimalı bir kömür, aktiv kömür də aparmalıyıq. Yəni bu da çantanızda olsun. Buyur. Neçə yaşından vermək olur o kömrü? Olur, yəni əslində uşaqlar üçün də smekt da yaxşıdır. Smektit tərkibli. Smektit tərkibli, yəni adsorbentlər. Sonra aktiv kömür, ağ kömür var, karbolin. Bunlardan götürmək olar ki, bir də yaxşı olar ki, ən azı bir çay sodası götürəsiniz. Ki, çay sodası da neytrallaşdırmaq üçün mühütü, yəni bağırsaq mühütü. Amma bu dezintoksikasyon deyil. Yəni biz orada ancaq görsək ki, bizim şübhəmiz var burada. Ailə üzvlərindən bir neçə nəfəri də ishal başladı o yeməkdən sonra, ürək bulama, qusma. Əgər uşaq da varsa, mütləq özünüzü artıq çatdırırsınız həkimə ki, yenə daxil infuziya köçürülsün, mədə-bağırsaq yolsun və s. dərmanlar istifadə olunsun. Hətta bu yay günlərində yəni yemək xarab olması özünüz bişirdiyin yeməkdən də ola bilər də. Yəni aparırıq, yol gedir və s. Və təsadüfən ora bir mikrob düşüb, biz bilməmişik də, yəni nə qədər təmiz biz onu hazırlasaq da ola bilir və isti havada, isti yerdə o artır, çoxalır. Ona görə belə tez xarab ola bilən şeyləri də o soyuducu kimi çantalarda aparmaq məsləhətdir ki, orada o soyuq vəziyyətdə qalsın. Və yaxud dondurulmuş aparırsınız, o açılsın, donu açılana qədər, məsələn, orada istifadə eləyəsiniz deyə, yəni belə. Və başqa hansı dərmanlar aparmalıyıq özümüzlə ehtiyat olaraq? Temperatur üçün, bəli, temperatur əleyhinə, bəli, aparmalıyıq. Temperatur əleyhinə hər hansı bir hərarət qalxarsa bir dərman verə bilərik. İndi bizim, baxın, bir şey deyəcəm, bayaq arı sancmasından danışdıq. Deyək ki, biz bilirik ki, burada elə uşaqlarımızın hamısı demək olar ki, allergiyalıdır. Mənim tanıdığım uşaqlardır. Bu uşaqlar hamısı allergiyalıdır. Allergiyalı uşaqlarda da nə olur? Məsələn, bir ağcaqanad dişləməsi, hələ arını qoyuruq qırağa, arı lap ağcaqanad dişləməsindən əsizən uşaqda olur. Ver mikrofonu, Fərəhin anası danışsın, görək. Nə olur ağcaqanad dişləyəndə? Adi bir ağcaqanad dişləyəndə o şişir, çox böyük, sanki arı sancmış kimi. Ağrılı olur, yerli isti olur, bərkiyir. Bəli. Bax, indi deyək ki, bu gördüyün ağcaqanadla bağlı belə oldu. Getmişsiniz arası bir meşiyə. Bu hal baş verməsin. Orada hər cür böcəklər, həşəratlar olur da və hər birinin müəyyən toksini var. Bədənimiz onlara həddən artıq reaksiya verə bilər, necə ki, ağcaqanada verir. Nə tədbir görərsən ki, bu hal olmasın? Uşağı aparırsan, meşəyə getməlidir, uşaq meşəyə getməlidir. Olmaq? Yox, olmasın deyə. Olmasın deyə. Ağcaqanad əleyhinə dərman heç vaxt istifadə etməmişəm. Nə dərəcədə doğrudur bilmirəm. İndi gedib gəzməyə də, indi əlinlə dərman... Bəli, yox. Ümumiyyətcə, mən heç vaxt istifadə etmirəm. Bəli, qapalı geyim, uzun qol, ayaq bütü. Yəni,
bu elə birdə necə saçlar yığılmış, başın papa, yəni saça ilişdi, sonra bədənə düşəcək. Paltarında da elə olmalı ki, üstü şimal olsun, qat-qat olmasın. Hətta gənə ola bilər otların üstündə. O belə oradan qarmaqlarla belə dayanır, gözlür, kim keçəcək yapışacaq onu. O bilmir ki, indi keçən nədir, biz canlı olsun. Və o paltarın üstü əgər şimal olmazsa, onun üstündə belə deyək ki, yaxalıq, hər hansı bir detallar var, ora ilişdi və bədəninə hardasa keçəcək. Bir dişdədir. Etmək nə dərəcədə doğrudur? İndi onu deyəcəm. O gənə də dişlədirsə, gənəni siz oradan qopardıb atsanız, onun bılcıqlar içəridə qalır və iltihab verir. Ona görə onu geri cərrah oradan çıxartsın, pinset falanla oradan çıxartsın. Və onun toksini olur, o da xüsusi, daha doğrusu törədicilər daşıya bilirlər. Ona görə də çox arzu olunmaz bir şeydir. Bax, qapalı geyinmək, hamar olsun, saçlar yığılmış, saçlar bağlı, belə. İndi dərmana keçirik ki, yay gəlir, bəli, ağcaqanadların dövrü gəlir, dərman məsələsi. Mən buradan bizi izləyən tamaşaçılara səslənmək istəyirəm. Keçən verilişimizdə də dedim, yenə də təkrar eləyirəm. Ağcaqanad öldürmək üçün o məhlullardan, o yanan maddələrdən istifadə etməyin qəti surətdə. Bu maddələr havada qalır və biz nəfəsimizə alırıq onu. Yəni, istər böyük, istər uşaq, heç kəsə tövsiyə etmirəm. Onsuz da onlar hamiləlik dövründə əks göstərişdir və 3 yaşına qədər də əks göstərişdir. Əks göstəriş, əgər bu dövrdə əks göstərişsə, bu onu göstərir ki, inkişaf edən orqanizmə onun zərəri var. Ona görə də biz onu heç bir vaxtda da istifadə etməməliyik. Əgər ki, onun inkişaf edən orqanizmə zərəri var, demək ki, onun həmişə zərəri var. Çünki bilirsinizmi qızlar, biz həmişə inkişaf edirik. Yəni, böyümürük, düzdür, amma bizim bədənimiz həmişə kök hüceyrələr əmələ gəlir. Çünki bir yerimiz kəsildirsə, o necə sağalır? Bizim kök hüceyrələrimiz hesabına da. Demək ki, bizə daimi hər hansı bir təzə hüceyrələr əmələ gəlir. Yəni, köhnə variantımızla davam eləsəydik, indi qocalıb ölərdik. Yəni, yenilənməmiz, təzələnməmiz, yaraların sağalması və s. hamısı baş verir kök hüceyrələrinin hesabına. Və o hüceyrələr də bədənimizdə varkən demək ki, bizdə bir bölünmə prosesi gedir, çoxalma prosesi gedir və bu kimyəvi maddələr onlara da təsir edə bilər. Uşaqlara ümumiyyətlə olmaz. Yəni, uşaq otağında yandırmayın, taxmayın cərayana. Ancaq mexaniki şəkildə qorumağa çalışın. Necə ki, gedirsən, dediyim kimi, meşədə bunu belə bağlı gelirsə, evdə də nə bilim, əvvəllər biz uşaq olanda olardı, belə torlar olardı, tənzifdən, belə böyük, çarpayın üstündə. Yəni, mexaniki şəkildə qorumaq lazımdır da. Amma bir şey də var ki, ağcaqanad da dişdəsin, ondan bir şey olmaz, düzdür, olmaz. O uşağa ki, onun bir şeyi yoxdur, allergik reaksiyası yoxdur. Amma güclü allergik reaksiyası olan şişmə, bəli, üzü şişir, gözü şişir, dodağı şişir. Reaksiyanı biz qoymamalıyıq olsun. Niyə? Çünki reaksiya oldusa, qanda, bəli, qanda reaksiyadır deməkdir, bədəndə reaksiyadır, immunitet çaşır deməkdir. Deyək ki, oldu, hər hansı bir şey dişdədir, meşədə ola bilər də, yəni. Və biz nə edəcəyik? Görürük ki, bura şişir, qızarır, mikrofona zəhmət olmazsa, mikrofona ötürək. Təbii, sırası iynə vurmaq lazımdır. Nə, dərhal, nə iynə? Yox, hələ iynə vurmuruq, iynəmiz yoxdur, meşədəyik. Hə, meşədəyiz. Oradan qayıdırıq, deyək ki, çadırımıza, ya evə və biz fikirləşirik ki, evdə nəyim var, nə inəyəcəm buna mən? Evdə neynəcək? Soyuq. Soyuq bir şey qoyacaq. Ay, sağ ol, soyuq bir şey niyə qoyuruq? Soyuq bir şey, bax qızlar, bilirsiniz, əvvəllər nə qoyurlar? Həmişə el arasında nə qoyurlar? Qatıq. Nə? Qatıq qoyurlar. Qatıq, ay sağ ol, qatıq. Hə, bunu elə yazıda paylaşmaq istəyirəm. Qatığı niyə qoyurlar, bilirsiniz? Qatıq, soyuq və qatı bir şəkildə olan yeganə bir məhsuldur da. Başa düşürsünüz, soyuğu saxlayır özündə. Balı nə qədər qoy soyuducuda qalsın, bal soyuq buz kimi olmur. Nə cürdüsə olmur. Qatıq olur buz kimi, düzdürmü? Yəni soyuq olur. İndi qatıq da axmayan, qala bilən bir şeydir soyuq. Qədimi də onu saxlayırlar saxsılarda, heç soyuducu olmayanda da. Saxsılarda və soyuq olurdu. Soyuq bir şey kimi onu qoyublar. Soyuq da ona görə qoyuruq ki, bir şey dişləyən yerə ki, o maddə yayıla bilməsin, damarlarda spazm qalsın burada. Sanki onu yığırıq bir yerə. Damarları yığırıq ki, o da orada qalsın, yayılmasın. Çünki yağsaxı bədəndə reaksiya verə bilir bu məqsədlə. Ağrını azaldır, qismən keyləşdirir, çünki göynədir o sancanın yeri də. Ona görə soyuq qoyuruq, ona görə soyuq qatıq qoyuruq. Etirazım yoxdur. Yəni, əlinizdə qatıqdır, soyuq qoyun, problem deyil. Amma o tək kömək eləməyəcək. Düzdür, bir çoxları deyir ki, tibbi cəhətdən məsləhət deyilən infeksiya keçər, neynir? Onsuz da oranı dişləyən şey steril deyil. İnfeksiyanı keçirdib artıq ora. Yəni, onun üstünə bir qatıq qoymaqla bir zərər vurmayacaq. Ancaq köməyi olmayacaq onun bir çox orada. Ancaq nə edəcək? Əlimizdə allergiya əleyhinə bir məlhəm olmalıdır.
Hidrokortizon məsələn, bu bir brend adı deyil də, marka adı deyil, ona görə səsləndirə bilərəm. Hidrokortizon maddəsi olan tərkibində hormon tərkibli məlhəmlər ki, çoxdur bunlar, çoxdur. Cürbəcür, yəni firma adları ilə var. Hər hansı bir, ay bura hormon vuraram, nə olsa, heç olası deyil yəni. Bizə lazımdır o proses sönsün və o proses sönəcək. Aydındır? Kəskin, qızarıb, şişib, bərkiyib, ağrıdıb bir hidrokortizon tərkibli məlhəm vurmalıyıq. Duzlu su qoya bilərik, məlhəmimiz yoxdursa. Duzlu su çəkəcək, orada o toksini, o maddəni bir yerə yığacaq. Spirt yox, spirtin bir mənası yoxdur. Spirtin mənası yoxdur. Bəli, spirt də eləyirlər, amma spirt qızışdırır, əksinə təsir edir, işidir, qanı ora çox gətirir. O maddənin ora yayılmağına kömək edir biraz da, yəni. Olmaz, isidici kompreslər olmaz, spirt isidici kompreslərə aiddir, o olmaz. Hə, indi bizim keçirik yenə də bu yay vaxtı bizi gözləyən məsələlərə ki, nə baş verə bilər və bizim çantamızda nə olmalıdır? Bax, deyək ki, zəhərlənmə falan, bax, zəhərlənmə həm də, bax, dondurmadan da ola bilər, yaya aid olanların deyirəm də. İndi bir restoran falan adı çəkdik, amma bax, dondurma, qarpızdan, qarpız, əsasən qarpız, yay, dəniz, qarpız, pendir, artıq bu bizim belə gözümüzün önünə gəlir və bunun hər üçündən də uşaq zərər görə bilər. Dənizin suyundan da, ona görə körpə uşaqları suya içinə salmamaq lazım, orada infeksiya almasın deyə. Qarpız da vaxtında, yəni nə bileyim, avqustda, iyulun axırında, yəni təzə çıxan dərmanlıdır. O bir dərman zəhərlənməsi verir. Və o yay vaxtı onu, yəni çox adam tez müraciət edir və çoxu da qusma, ishalla başlayır. Çünki bədən, əsasında uşaq orqanizmi onu atmaq istəyir orqanizmə. Və evdə valideynlər belə deyirlər. Bizə də oluydu da ondan. Biz niyə bəs qaytarmırıq? Demək, uşaq xəstələnib, elə deyil. Uşaq orqanizmi tez özünü qorumaya keçir. Bütün qoruma mexanizmi işə tez keçir və qusma ishal başlayır. Böyük adam o qədər elə toksin şeylər qəbul edib deyə hələ gözləyir. Onu da qəbul edə bilir yəni. Və demək, bizim çantamızda daha nə olmalıdır? Yay günlərinə bağlı olur. Bax, yay günlərində həm də uşaqlar açıq geyinir, düzdürmü? Qısa, yəni şortlarda olurlar, qısa ətəklərdə olurlar. Ondan sonra daha balaca uşaqlar, yəni bir maykada, lap maykasız və bu uşaqlar həm də daha çox qaçır, indi palçıq yox, bir şey yox, qaçır və zədələnir, bəli. Bizim bildiyimiz nə var bu zədələnməklə bağlı? Ver mikrofonu zəhmət olmasa sonra, hə. Zədələnməklə bağlı nə var, bildiyimiz nə var? Bax, bu yaxınlarda bir uşağımız oldu, yıxıldı, əli kəsildi filan. Və ilk soruşduğum şey odur ki, tetanus peyvəndi varmı? Tetanus. Deməli, varmı uşaqların peyvəndi? Üçünün də var. Bəli, hamısı var. Əgər bu uşaqların üçünün də peyvəndi varsa, yıxılanda biz nədən arxayınıq? Mikrofona. Əgər bir yeri sırıldısa, nədən narahat olmayacaqsan peyvənd olduğuna görə? Bax, peyvəndi var deyirik, tetanus peyvəndi vurulub. Nədən rahatsan? Tetanus infeksiyasına. Tetanus olmayacaq. Olmayacaq. Tetanus infeksiyasına qarşı 10 yaşına qədər artıq qorunmusan onları. Bu. Aha. Amma yenə də bununla da bərabər torpaqda bir çox mikroblar var. Yəni tetanusa peyvəndi vursaq da başqa mikroblar var. Ona görə nə edirik? Yıxıldı. Biz özümüzlə nə aparmalıyıq? Bizim təcili yardımımızda ver mikrofonu. Sağ ol. Hə. Yəni dezinfeksiya edici maddələr. Hə. Mikrofona dedi. Betadin və spirt vurmaq olar. Spirt yandıracaq da, açıq yarada göynədəcək uşağı da. Xlorheksidin maddəsi yandırmır. Xlorheksidin, pirikiz onlar istifadə edilmək irinli yaralarda 3% pirikiz. Ancaq bunu biz götürə bilərik ki, onun belə deyək də, xlorheksidindir, betadindir, yəni yod tərkibli də məhlullar var, dezinfeksiya edici, yosep var ki, oranı o dezinfeksiya eləsin. Yıxıldı, təmizlədir. Amma bundan öncə, bu dərmanlar öncə nə etməliyik? 15 dəqiqə axar suyun altında saxlayırıq, yaxşımı? Çünki mexaniki şəkildə su o tarafını təmizdəsin. Ona görə biz yay vaxtıdır, bu qaçıb yıxılmağa və s. nəzərə alıb, bizim bir yerə gediriksə ya evimizdə bu dezinfeksiya edici maddələrimiz də olmalıdır ki, daha sonra həmin yer, yəni bir görəcəksən ki, vaxtında yaxşı təmizlənməyəndə yara şişir, qızarır, irinləyir, sonra iş artır, yəni sonra ora biz başqa məlhəmlər vurmalı oluruq, hətta antibiotik istifadə etməli oluruq, çünki yayıla bilir o dərdən keçən infeksiya. Ona görə də yəni ən yaxşısı ilk öncə bizim düzgün ona yardım etməyimizdir, belə. Sizin ağlınıza nə gəlir? Bax, yayla bağlı nə kimi bir suallarınız var? Kondisionerdən, dondurmadan, soyuq sulardan nə sizi narahat edir?
Günəş kremləri haqqında soruşmaq sağ ol. istəyirəm. Aha, əla. Yəni ehtiyac varmı Bəli, uşaqlara bəli, çox vurmağa? yaxşı. Günəş kremi dedin, ağlıma günəş yanıqları gəldi. Günəş yanıqları, qızlar, olmasın deyə biz sadəcə tədbir almalıyıq. Önləyici tədbir. Yəni krem yox, uzun qol geyinəcək, hər havada çıxırsa, yəni günəşin o yanma nə zaman baş verir? Ya günəşin altında çox uzun müddət qalanda, ya da onun ən pis vaxtında açıq vəziyyətdə olanda. Ona görə uzun müddət saxlamamalıyıq. Bizə günəş lazımdır vitamin D almaq üçün. Səhər saatlarında, axşam saatlarında günəş altında gəzmək kifayətdir. Günəş 15 dəqiqə, 20 dəqiqə vitamin D almaq üçün bütün günü qalmasaq da olar və qaralmamağa çalışmaq lazımdır. Amma uşaqlar üçün heç bir, bizi izləyən tamaşaçılarımız da bilsin, uşaqlar üçün heç bir SPF tərkibli, yəni sun protector faktor deyilir bu maddə. 50 olsun, 25 olsun, 70 olsun, fərqi yoxdur, istifadə etməyəcəksiniz. Çünki bu bir maddədir. Bu maddədə dəridən sorulur qana və uşağa bilmirik necə təsir edə bilər. İndi siz deyə bilərsiniz ki, bəs krem vurmasaq yanar. Yenə də deyirəm, yəni yanmanı önləməliyik də. Yəni onu yanmasın deyə nəsə vurmaq lazım. Heç mən özüm də istifadə eləmirəm özümə. Və ümumiyyətlə artıq bir şeyləri bədənə çəkib, oradan da bilmədiyimiz maddələri almağımız düzgün deyil. Onsuz da biz elə yeməklə, içməklə bugünkü günümüzdə hava ilə də kifayət qədər toksin alırıq. Bir də bilə-bilə də yəni əlavə şeylərə ehtiyac yoxdur. Və günəş yanıqları da amma ola bilər. Deyək ki, hər hansı bir səbəbdən oldu. Və dənizdə ola bilər. Ondan sonra havada oldu. Yəni bu zaman nə edəcəyik? Yəni bu günəş yanığında bizim seçimimiz mikrofona zəhmət olmasın. Hə? Pantenol. Aha, depantenol maddəsi, yəni ki, bu tərkibi, bəli, sağaldıcı maddə depantenol. Çəkirik depantenolu. Ona qədər isə suluq ola bilər. Suluqlar deşilə bilər, düzdür, ağrı olur, uşaq göynüyür. Ora lidokain tökə bilərik, navakain tökə bilərik maddə olaraq ki, keyləşdirsin yerli olaraq. Ondan sonra bəli, depantenol tərkibli istənilən köpük, yanıq köpüyün özün istifadə edə bilərsiniz orada. Fərqi yoxdur, yanıq, istəyir sudan, istəyir günəşdən. Köpüyün də tərkibi onsa depantenoldur və bir də orada şeydir, yəni ki, ağrısızlaşdırıcı bir maddələrdə keyləşdirsin. Amma yağ çəkmək olmaz. Ondan sonra, amma artıq açıqdır da, burada qatıq çəkmək olmaz, açıqdır çünki. Çünki biz onu infeksiya sala bilərik, suluq varsa, suluqlar açılıb, artıq dəri açılıb. Ancaq sadəcə qızartıdır, yenə də ora soyuq eləyə bilərik də, soyuq bir şeylər çəkə bilərik. Hə, belə. Ondan sonra yay aylarında başqa bizi nə kimi problemlər gözləyə bilər? Mikrofona zəhmət olmasa. Yay aylarında uşaqları necə qidalandıraq? Bu da yaxşı sualdır, bəli. Yay aylarında bilin ki, əziz analar, uşaqlar az yeyəcəklər. Bu tam normal, bütün insanlara aiddir. Niyə? Ona görə ki, biz enerji, düz deyirik, istidir. İstidən yeyə bilmirik, adamın ürəyi yemək istəmir, belə deyirik. Amma əsas bu deyil. Əsas odur ki, bizim buna çox ehtiyacımız yoxdur. Qışda hava soyuqdur və biz çox yeyirik ki, insan canlılardır. Biz çox yeyirik ki, çox enerji hazırlayaq və bu soyuqla mübarizə aparaq. Xəstəliklə mübarizə aparaq. Bizim bu enerjiyə ehtiyacımız var. Və kim ki qalın geyinir, üşütmür özünü, o yediyi artıq yemək onda piyə çevrilir. Və bu piy onu qoruyur sanki, geyim kimi də belə deyə soyuqdan. Və biz yayda artıq hava isti olduğuna görə, artıq enerjiyə ehtiyacımız olmadığına görə uşaqlara da aiddir bu. Çox yeməyəcəyik, deməli nə çox yağlı yeməyəcəyik, nə çox şirin yeməyəcəyik. Və yay meyvələrini görürsünüz, bol suludur, şəkərli bol sulu, yəni o da kifayət edir, meyvələr özləri də. Və çoxlu maye qəbul edəcəyik yayalarda əsasən. Bir də indi uşaqdır da, yəni gün ərzində həmişə nə verirsinizsə onu da verəcəksiniz. Sadəcə məcbur eləməyəcək çox yeməyə, məcbur etməyə. Enerjini də biz, həm enerjiyə çox ehtiyacımız yoxdur, hava isti, həm ondan da başqa biz enerjini də alırıq. Günəş özü bir enerjidir. Təbiət canlı, təbiətdə olmaq özü bir enerjidir və görürsünüz, fikir verin ki, adam gedirsə təbiətdə, adam istəmir yemək. Mən şəxsən istəmirəm, yadıma düşmür, yəni. Artıq doyuram, təmiz hava ilə sanki. Bədənin, ruhun buna ehtiyacı olmur, ruhsal. Çünki biz zehinsel də yeyirik. Zehnimiz deyir ki, uşaq acdır, uşaq doymadı. Və yaxud da ki, bugün yaxşı yemədi. Zehinsel olaraq o qədər yüklürük özümüzü ki, yayda da, qışda da fərqi yoxdur. Ancaq bizim ruhumuz o təbiətin o yanışında dincələndə, çünki günəş özü də bir
antidepressantdır, bizi canlandırır və biz artıq canlı olduğumuzu hiss eləyəndə zehnimiz sakitləşir. Çox da bizi yeməyə aparmır. Və yayda əsas o yemək deyirsən də bir dondurmanı da bir yemək hesab eləsək, desert yeməyi olaraq, mütləq burada diqqət edəcəyiniz bir məqam var əzəmə. Siz alırsınız dondurma, görürsünüz bu dondurma əyilib, əyri-üyrüdür. Öz forması yox. Amma donub, bərkdir. Deməli, bu bir dəfə əriyib, təzədən donub. Bu pisdir. Ona görə kiçik marketlərdə, mağazalardan uşaqlara dondurma almayın. Harada ki, ola bilər ki, bu ehtimal var ki, soyuducu söndürülsün, orada olan yağ, nə olsa ərisin dondurma və s. Ondan sonra o təzədən, əriyəndən sonra təzədən donur və o elə olan halda onun içindəki mikrob axı onsuz da var və o artır, çoxalır əriyəndə istilikdən, ondan sonra verə bilər qida zəhərlənməsi. Və çalışın şəkərli yüklənməsin deyə uşaqlara hər gün dondurma almayasın. Yəni yay gəldi, başlayaq dondurmaya. Olmaz, Emil, bildin? Ya bax, diqqətlə qulaq asırsan mənə. Deyəsən planında var ki, tezə doldurma. Bu yay neçə dəfə dondurma yeyəsən? Hələ bir görüm uşaqların bu dondurma mikrofonu. Emil, götür mikrofonu, get mikrofonu götür. Mikrofonu götür. Götür, utanma. Götür mikrofonu, hə. Gəl yanıma, gəl bura, gəl mənim yanıma gəl. Gəl görüm, bir uşaqlar, sizdən də soruşacağım uşaqlar. Hə, sən bu yay gələndən mikrofona danışırsan. Dondurma neçə dəfə yemirsən? Yuxarı qaldır. Hə, neçə dəfə yemirsən? Sayırsan, saya bilmirsən deyəsən. Bir 3 dəfə yemirsən? Olar. 3-dən də çox olar. 5 dəfə yemirsən? Yox. Dünən yemirsən? Dünən. Yox. Ondan qabaq yeyibsən? Yox. O da dondurma yemirsən, böyük yedi dondurma. Balaca yemək lazımdır dondurmanı, yaxşı, balaca. Hə, gəl görüm sən nə boyda yemirsən, gəl görüm. Gəl Ruqaya, gəl. Hə. Ruqaya, sən nə boyda yemirsən dondurmanı? Əlinlə göstər ölçüsünü, mikrofona danış. Nə boyda, əlinlə belə göstər, nə boydadır dondurma? O boyda dondurma. Böyüdür, tək yedin hamısını. Hə, tək yemə, yaxşı, paylaşarsan. Bunu aparıb ver orada xalalara, gəl. Qızlar, dondurmanı paylaşdırın uşaqlar arasında. Əgər evdə bir neçə uşaq varsa, bir dənəsini alın, hərəsindən biraz. O yox, olmaz. Deməli, hər gündə yüklənir, belə deyəcəksiniz. Hər gün dondurma yeyir, hər gün şəkərlə yüklənir, hər gün allergenlə yüklənir, hər gün kimyəvi qatqı ilə yüklənir. Aydındır, yəni olmaz. Və onun tərkibində rəngləndirici var, dadlandırıcı var. Ondan sonra bəzi qatqılar var, hansı ki ona dad verir və s. dadlandırır. Ona görə olmaz. Bəs Aytən xanım, yaş limiti var, dondurmanı məsələn neçə yaşına qədər vermək olmaz ümumiyyətlə? Yox, biz şəkər məhsulu olaraq alışmasın deyə, öyrəşməsin deyə, ümumiyyətlə şəkər məhsulu çalışırıq 3 yaşına qədər verməyək. Bu da o sıradan bir şeydir. Və 3 yaşından sonra da uşaq artıq görür də, indi qarşısını almaq olmur. Və yenə də bunu dediyim kimi də çox olmaz. Bu qablarda dondurma satılır. Alırsınız, gedir, gəlir, yeyəcək, gedir, gəlir, yeyəcək. Çox yüklənmə gedir bədəndə. Başa düşürsünüz? Nəticədə nə olur? Bağırsaqda göbələk aktivləşir, allergik fon güclənir. Kimin allergiyası var, o aktiv fazaya keçir, tez-tez xəstələnmə. Yəni yaydan biz necə istifadə eləməliyik? Möhkəmlənmə olaraq. Zəifləmə yox. Məsələn, kondisionerin altında saxlayırlar uşaqları. Kondisioner də bir mövzudur, yəni bu elə yay günləri üçün. Kondisioner, hazırlaşırsınız kondisioneri yandırmağa, yoxsa necədir evdə vəziyyət? Mikrofonu ver görə kim yandırır? Hə, sizdə yanır? Mən kondisioneri xoşlayan deyiləm. Bizdə amma təəssüflər olsun ki, yoldaşım hər gün yandırır. Yandırır və uşaqlar balacadırlar, uşaqlar yerdə, ən soyuq hava yerdə olur. Görürsünüz, evdə fikir verin, kondisioner işləyəndə sizin ayaqlarınız soyuq olur. Çünki ən soyuq hava aşağıda olur, isti hava yuxarı qalxır sıxlığına görə. Və uşaq da balaca yerdə uzanır, yerdə oturur, oynayır. O bütün bədəni ilə o soyuğu hiss eləyir. Və get-gedə xroniki soyuğa məruz qalma, damarlarda spazm və bizim isti ilə mübarizə funksiyalarımız işə düşmürlər. İsti ilə mübarizə. Çünki tərləmə işə düşməlidir. Ondan sonra tənəffüs yavaşlamaları, yəni hər şey ona bağlı olaraq kompensator mexanizmlərimiz var da. Və biz özümüz, məsələn, isti olacaq çoxlu su qəbul edəcək, amma kondisioner oldu, bunların heç birini eləmirik və bədəndə də o isti soyuğa düşüb möhkəmlənmə mexanizmləri işə düşmür. Ona görə də yaxşı olar ki, uşaq olan evlərdə kondisioner istifadə olunmasın. Yəni, çox-çox nadirən də, dayını demirəm, lap belə ürəyə gedir istidən 40 dərəcə temperaturu var havada falan.
Bəli, yox, hələ ki havalar sərin keçir onsuz da. Biraz bir vaxt qalıb qarşımıza biz bilmirik. Mən öncədən danışıram da, yəni bilmirik yay necə keçəcək. Öncədən deyirəm biz izləyənlərimiz üçün də təlimatlarımızı verirəm ki, bilsinlər. Dondurmanı da belə. Yəni biz çalışmaq yayda faydalı qidalanaq, mövsümi meyvələrin yay gəmli çəylək məsələn. İndi yemək olar, özü çıxan çəyləklərdə. Dərmanlı idi çoxu, olmazdı və bir çox yemək olmaz, az yemək lazımdır. Hamısı allergiyalıdır, allergik fon güclənməsin, zəhərlənmə olmasın, dərman tərkiblərində olur da, onların da yüklənir bədənə. Ancaq indi yay meyvələrinə, mövsümünə görə istifadə eləsinlər, bol maye və aktiv təbiətlə təmas, yəni ayaq yalın gəzmək, suya girmək, bütün təbiətdən tam 100% yay boyunca istifadə eləsəniz, qışda əla olacaq. Mikrofonu götür, görüm konkret sualını eşitdim. Dənizdə nə? Uşağı dənizə aparmaq. Nə ola bilər orada? Nə vaxt və bir də ki, yəni yaş baxımından, bir də ki, saat baxımından nə vaxt aparsa. Dənizə bəli, dənizə apara bilərik. Dənizin suyu qızmalıdır, isti olmalı. Ona görə günün ikinci yarısından sonra, axşama doğru. Günün ən isti vaxtında aparmayacaq, gün vurma olmasın, isti vurma olmasın deyə, dəri yanması olmasın deyə. Körpə uşaqdır, dənizə əgər o başa düşürsə ki, bu suyu mən içməməliyim, onu orada nə istəyir oynasın. Amma əlbəttə balaca uşaqlarsa yox da, yəni o uşaq uddu suyu, getdi bağırsağına və sonra qayıdacaq, qusma, ishal başlayacaq bağırsaq infeksiyası. Bir də dənizin də təhlükəli tərəfi boğulma, təhlükəsiz nəzarətsiz qoymamaq. Bir də yəni dənizində də yenə kəsiklər ola bilir, orada da nəsə olur, qumun içərisində və s. yenə də peyvəndləri olsun uşaqlarımızın. Tetanus peyvəndi olsun. Bir də əsasən də qız uşaqlarını da dəniz çimərliyi apararkən, yəni geyimləri elə olmalıdır ki, yəni sıx bədənə oturan, yəni şort səviyyəsindəki onların demək sirk yoluna da orada hər hansı bir qum, infeksiya keçə bilməsin, yağ cisim nəsə, bəli, ona görə də nəzarət eləməli, papaq olmalıdır başlarında. Mütləq papaq olmalıdır. Amma dəniz suyu çox yaxşıdır dəri səpkilərinə, ekzema, atopik dermatit olan quru dərilərə dəniz suyu, duzlu su çox yaxşı təsir eləyir. Bəli. Bunu evdə də elə, əgər yaydır, dənizə gedə bilmirlər, uşaqlar apara bilmir. Dəniz duzu alıb, bir vannaya töküb, günün qəşəng vaxtında qızdırıb, axşam tərəfi də ona belə bir şey orada hovuz düzəltmək olar uşaqlar üçün ki, dəniz duzundan da o minerallar dərdən sorulur bədənə, həm mineral almış olur, həm də möhkəmlənir. Bu hər tərəfli faydalı bir şeydir. Təkcə dəriyə yox, elə bütün bədənə xeyirli bir şeydir. Dənizdə və uşaqlar üzgüçülüyə aparmaq lazımdır yay aylarında. Çox vaxt, məsələn, qış olur və hava soyuq, düzdür, aparan valideynlər var hovuzlara da. Amma bəziləri də var ki, deyir, gözlürü yay gəlsin, yayda dənizə aparacaq. Yayda da indi 10 gün dənizə gedir, ya getmir belə. Amma yayda yəni bu hovuzlardan da istifadə eləmək lazımdır ki, çünki bu 3 ay boyunca həm qamət düzlənməsinə kömək eləyir, həm sinir sisteminin möhkəmlənməsinə, həm nəfəslə hərəkətin bir yerdə, belə deyək, sinxron uşaq ona idarə eləyə bilir. Hərəkət və nəfəs bu çox yaxşıdır. Ona görə də yayda üzgüçülə qoymaq lazımdır. Burada uşaqlarımızdan Fərəh gəl, mikrofonu get, xaldan al, gətir sənin. Hə. Gəl bura. Hə, Fərəh, sənin neçə yaşın var? Sən üzə bilirsən? Bəli. Getmirsən üzgüçülüyə? Bəli. Hə, gözəl. Dənizə də üzə bilirsən? Üzə bilirəm. Hə, gözəl. Fərəh həm də gözəl pianino çala bilir, hə Fərəh? Bəli. Nələr çalırsan? Çaldıqlar, ifa elədiklərinin adlarını bilirsən əsərlərin? Bəli. Hadi biz də eşidək, görək. Biri Gezikədi, ikinci dərs deyil bitdi, üçüncü bürgümülərdi, dördüncü də isə Tofiqliyev. Bunlar hamısı dünya bəstəkarlarının adlarındandır. Çox gözəl. Sən onları sərbəst ifa eləyirsən, hə? Bəli. Çox gözəl. Uşaqlar, bax, Fərəh çox gözəl piano da ifa eləyir, böyük səhnələrə çıxır. Siz də bir dəfə onun konsertinə gələrsiniz. Yaxşı, alqışlayarıq Fərəhi bizdə, hə? Çağırarsan bizi konsertinə. Sənin üçün böyük güllər gətirərik ora, hə? Hamımız sənin belə deyək, konsertdən səni izləyir, səni alqışlayacaq, sən səhnədə, sən də bizi orada baxacaqsan, hə? İstəyərsən belə şey olsun? Bəli.
arzusudur. Böyük səhnələrdə səni görərik inşallah. Böyük uğurlarının şahidi olarıq. Hə. Amma dondurma az yemək lazımdır. Yaxşı? Yaxşı. Neçə dəfə yemisən indiyə qədər dondurma? Hər dəfə məktəbdən gələndə dondurma istəyirəm deyə çox yeyirəm. Çox yemə daha. Yaxşı, dişlərin çürüyə. Daha yemə yaxşı. Hə, gedək. Aytən doktor, bir də bilmək istirdim, biz bu yayda dənizə getmək dediniz, uşaqlar üçün təhlükəlidir. Bəs bu hovuzlardakı Təhlükəli deyil, çox da gedə bilmirik də. Başa Yəni düşmə, nəzarət yəni- lazımdır. Aha. Hə. Bəs bu hovuzlardakı sular, bu xlorlanmış suların nə dərəcədə zərəri və ya təhlükəsi? Düzdür, xlorlu su bəli. Bax, düz. Bir də görürsən ki, nəzarət edilmir o hovuzların xlorlanmasına, dərmanların əlavə olunmasına çox tökürlər. Əlbəttə uşaq var, girir, çıxır, gözlər qırmızı, burun yanır. Hətta məsələn, yəni bu bütün seklik uşaqların qıcıqlanmasına gətirib çıxardır da. Göz sulanır, burun sulanır, qız uşaqlarına cinsi yollar sulanır, qızarır və göynəmə başlayır, iltihablanır və onlar elə başa düşürlər ki, sudan infeksiya keçib. Əslində elə sudakı xlorun təsirindən kimyəvi aşılanma baş verir. Bəli, dermatit kimi olur, yəni. Burun da qaşınır və allergiyası olan uşaqlarda bu daha çox olur. Amma olmasa da ola bilər. Və bronxlara belə o qoxu alınır da. Ona görə bu nəzarətlə olunmalıdır əslində. Yəni dozası var da, bunun indi bilməlidir. Ona görə yaxşı olar ki, hər yerə gedilməsin də. Hər yer ki, bunu necə gəldi eləyəcək də, belə. O olmaz. Bir də bəzi hovuzlar var ki, orada həqiqi təhlükələr olur. Cərayanlar qoşulur, işıqlar və s. belə. Hətta bilirsiniz ki, yaxşı olmayan hadisələr də olub. Belə uşaqların başına gəlib. Ona görə də ancaq necə deyim, belə məşhur olmayan, amma nəzarəti olan yerlərə gedin. Yəni, bəli, güvəniləcək, dövlət nəzdində olan, üzgüçülük məktəblərində olan, idman mərkəzlərində olan yerlərə gedin ki, burada güvənilir yerlərdir. Hər yerin açıq və bir də o belə yay vaxtında bu da bizi ola biləcək hadisələrdən də, təhlükəli hadisələrdən də, hansı ki, deməli, atraksiyonlardan istifadə edirlər, bir də su yerlərində olan uşaqlar sürətlə gəlir, necə gəlir düşürlər və bu boyun baş zədələnməsinə, silkələnməsinə, boyun fəqərələrinin yer dəyişməsinə, deyək ki, MRT müayinəsində heç nə görünmür. Ancaq bu zədə baş verdi və gələcəyi üçün bir problemin əsası qoyuldu. Ona görə də bizim bioloji vəziyyətimizə əks olan şeylər olunmamalıdır. Uşaq da ağaca çıxa bilər, nə qədər istəyir qaçsın çəmənlikdə, tullansın, etsin, amma o belə yerlərdən fırlanıb düşürlər, belə, yəni suyun içində olsun, nə, belə, bilmirəm, yəni onlar olmaz. Yəni boyun zədələnə bilir, baş zədələnə bilir. Bax belə. Belə əzizanlar, mən düşünürəm ki, yay ərzində başımıza gələ biləcək xoşagəlməz halların xülasəsini etdik və bu zaman biz nə etməliyik, biz maarifləndik, bizi izləyən analarımız da bu məlumatları verdik. Əziz və dəyərli izləyicilərimiz, sizə yay günlərində xoş istirahətlər arzuluyoruz. Əlbəttə ki, yay günlərində, tətil günlərində biz yenə də müəyyən bir mövzulara toxunacağıq ki, tək uşaqlarımız sağlam böyüsün, sağlam istirahət eləsinlər, siz də maariflənmiş olasınız və bizim verilişimizi artıq siz hər şənbə səhər saat 10:00-da, yeni saatla 10:00-da izləyə biləcəksiniz Space TV efirində hər şənbə. Sağ olun, özünüzə və övladlarınıza yaxşı baxın.